Dərsələr, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə 2026 DİM-in abituriyentlər üçün abituriyent jurnalında təqdim etdiyi model tipli sualların izahlarını paylaşacağım. Və bu suallar birinci ixtisas qrupu üçün təqdim olunan suallardır. Gedək suallara. Birinci sualda belə bir tapşırıq təqdim olunur. A-nın verilmiş bərabərliyi doğru edən həqiqi qiymətlərinin hasilini tapın. Birinci, hər iki tərəfi 5 dərəcədən qüvvətə yüksəldirəm. Yəni, 2A üzərinə gəl 7 bərabərdir. 2A üzərinə gəl 7 üstü 5. Və hər iki tərəfi 2A plus 7 ixtisar apararam, amma sıfırda yazmaq şərti ilə. Hər iki tərəfi 2A plus 7 ixtisar apararam, amma bir kənarda o nəyə ixtisar aparmışamsa, onun sıfırını yazıram. 2A mənfi 7-dir, A da bərabərdir mənfi 3,5-dir. Solda 1 qaldı, sağda 2A üzərinə gəl 7 üstü 4 və hər iki tərəfdən 4 dərəcədən kök alıram. Modul 2A plus 7 bərabərdir 1. Bir dəfə 2A plus 7-ni 1-ə, bir dəfə 2A üzərinə gəl 7-ni mənfi 1-ə bərabər etsəm. 2A mənfi 6-dırsa, A mənfi 3-dür, 2A mənfi 8-dirsə, A bərabərdir. Mənfi 4-ə. Bizə də deyir, həmin A-ların hasilini tapın. Bir ayımız, demək, mənfi 3,5-dir, biri mənfi 3-dür, digəri A3-ümüz də mənfi 4-dür. Yəni, bunları vuracaq bir-birinə. Mənfi 3-də 7-ni də hətta bu cür yazıram, daha rahat vuraq. Vurulsun mənfi 4, vurulsun mənfi 3. 3-lər, 2-lər ixtisar geçsin. Cavabımız mənfi 42. A variantı. Çalışma 2. Verilmiş tənliyin ən kiçik müsbət kökünü tapın. Kosinus 2x üzərinə gəl. 2 kosinus kvadratı 7x çıx 1-i bərabər edirəm 0-a. Kosinus 2x üzərinə gəl. Baxın, bu fərqin yerinə 2 qat bucağın argumentin yazsam. Kosinus 14x bərabərdir 0. Cəmi hasilə çevirək. 2 kosinus cəminin yarısı 2x-dən 14x-i toplayıb yarı bölək 8x. Vur kosinus 2x-dən 14x-i çıxıb yarı bölək 6x deyə müsbət yazdım. Kosinus cüt funksiya deyə çıxsaq da mənfi alınsa da müsbətin yazacağım. Ən kiçik müsbət kökü deyəndə kosinus 8x 0-dırsa 8x bərabərdir. Pi böl 2 plus pi katsa x bərabərdir. Pi böl 16 plus pi k bölünsün 8. Bir də eyni zamanda kosinus 6x bərabərdir. 0-dırsa 6x bərabərdir. Pi böl 2 plus pi k'dır. X də bərabərdir. Pi böl 12 plus pi k bölünsün 6'dır. Birində pi böl 6'da yakaları yerinə 0 yazsan. Digərində pi bölünsün 12'dir. Bizdən də soruşur, ən kiçik müsbət kökü. Bu ikisini müqayisə etsək, ən kiçik müsbət kökü olacaq. Pi bölünsün 16. Cavabımız C variantı. Çalışma 2. Pi parametrinin hansı qiymətində verilmiş funksiya bütün ədəd oxunda tərsi vardır. Bütün ədəd oxunda belə bir funksiyanın əgər kvadratik funksiyadırsa tərsi yoxdur. Yəni, tərsi olması üçün ya monoton artan olmalıdır, monoton azalan olmalıdır. Yəni, burada həm kvadratik funksiyada, grafiki paraboladır. Bu, bir hissədə artır, bir hissədə azalır. Yəni, həm artıb, həm azalan funksiyanın bütün ədəd oxu boyunca, bütün ədəd oxunda tərsi yoxdur. Yəni, bunu biz çevirməliyik düz xəttə. Düz xəttə çevirmək üçün bu sıfıra getməlidir. Düzdür, p kvadrat çox 9 sıfır olmalıdır. P kvadratı 9-sa modul P 3'dür, yapayımız 3'dür, yapayımız mənfi 3'dür. İndi P mənfi 3 ola bilməz. Olsa onu bu da sıfıra çevirəcəkdir. Düzdür, fikir verin. Belə bir mənə lazımdır ki, o bu formada olsun. Kx plus P monoton ya artan olsun, ya azalan olsun, fərqi yoxdur. Amma bu mənfi 3'ü belə alsa, artıq bu sabit olacaqdır da, düzdürmü? Y bərabər 9 düz xəttdə olacaqdır. X mənfi 3 ala bilməz, cavabımız 3'dür. Başlayayım, x yox, P. P
3'dür. Cavabımız B variantı. Çalışma 4. Həqiqi əmsallı x kvadrat çıx bu x plus q bərabər 0 kvadrat təminin kökləri x1 m plus 2 idi, x2 3 plus m edirsə, p2 plus m'in cəmini tapın. Baxın, həqiqi əmsallı, sizə deyilər natural əmsallı və yaxud da ki, tam əmsallı. Belə bir cümlə olduqda, bilin ki, köklərindən biri m plus 2 idisə, digəri onun qoşmasıdır. Yəni, x1 m üstəgəl 2, x2 3 üzərinə gəl m idirsə, onda bunlar bir-birinin qoşması olması üçün m 3 olmalıdır, m mənfi 2 olmalıdır. Və Weyl teoreminə görə köklərin cəmi burada p-dir, köklərin hasili q-dür. Yəni, 3 üstəgəl 2, bir kökü 3 üstəgəl 2 idi. İkinci kökü 3 çıxılsın 2 idi. 3 üstəgəl 2 ilə 3 çıxılsın 2-ni toplasam p-dirsə, p-imiz 6-dır. 3 üstəgəl 2-ni vuranda 3 çıxılsın 2-yə bərabər q-dürsə, q bərabər 9 çıx 4 kvadratı, bu da bərabərdir 13'dür. Bizdən də soruşur, demək pq, yəni 13 vur 6 üzərinə gəl, 3 vurulsun mənfi 2, 78 çıx 6, cavabımız 72'dir. D variantı. Çalışma 5. Bu bərabərsizliyi necə həll edək? Gəl sürəti ayrı xuruqlarına. X kvadratı çıx 4'ün mötərizən kənar kvadratı məxrəc x çıxılsın 2, x çıxılsın 3 kiçikdir bərabərdir 0-dan. Sürəti bir dəfə də vuruqlarına arıq. Çünki orada x kvadrat çıx 4, x çıx 2, x üstə gəl 2'dir. Və mötərizən kənar kvadratdır. Həm birincini, həm ikincini aid edirəm. X çıx 2, x çıxılsın 3, kiçikdir bərabər 0-dan. İndi diqqət yetirin. Burada 1, 2, 3 dəfə təkrarlanıb. 3 dəfə təkrarlanan. Elə üstü 1-lə eynidir. 2-ni almır. Çünki həm məxrəcdə var, həm sürətdə var. Mənfi 2-ni alır. Ona görə 2 dolu götürürük. 3'ü almır. 2 boş götürürük. İntervallara ayırıram. Burada bir dənə təkrarlanan kökümüz var. O da mənfi 2'dir. Mənfi 2'nin sağ sola eyni işarə alacaq. Bir dəfə də vurğulayıram. 2 təkrarlansa belə üstü 1 ilə x minus 2 üstü 1, x çıx 2'nin kubu, o eyni cür bir funksiya daşıyır bərabərsizlikdə. Ona görə o 2'nin sağ solu eyni işarə almayacaqdır. Sağdan başlayaraq plus minus plus plus. Bizə lazımdır kiçikdir və sıfıra bərabər halı. Kiçikdir halı, baxın, bu hissə onun mənfi halının göstəricisidir. Bir də sıfıra bərabər olduğu nöqtədə 2 nöqtəsidir, onda olur. Mənfi 2 birləşir, 2, 3 intervalı ilə. Belə bir cavabımız Y variantı. Çalışma 6. Verilmiş funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Nə edək? Gəlin, birinci dərəcəni aşağı salaq. Kök altında 7 vurulsun. 1 üstə gəl kosinus 2x bölü 2 çıx 12 sinus 2x'i saxlayıram. Bir də üzərinə gəl 9 bərabərdir. Kök altında 2 ilə ixtisar getsə 7, 3 onda 5. 3 onda 5'i mötərizəyə vursam olur. 3 onda 5 üzərinə gəl 3 onda 5 kosinus 2x çıx 12 sinus 2x üzərinə gəl 9. Bir dəfə də sadələşdirirəm. Kök altında 3 tam onda 5 kosinus 2x çıx 12 sinus 2x bir də üzərinə gəl 12 tam onda 5. İndi nə edək? Bax, bu ikisi üçün belə bir düsturumuz var. A sinus alfa plus b kosinus alfanın qiymətlər oblastı mənfi kökdə a kvadrat plus b kvadratı ilə müsbət kökdə a kvadrat plus b kvadrat arasında qiymətlər alır. Gedək bu ikisinə, baxın bu ikisinə, bu düsturu tətbiq edək. Kök altında a-ımız 3 onda 5'dir, b-imiz mənfi 12'dir. 12 tam %25, üzərinə gəl 144. Bu bərabər kökdə 156 tam %25. Bu da 12 tam onda 5. 12 onda 5'in kvadratıdır. Deməli, verilmiş, bax bu ikisinin qiymətlər oblastı 3 tam onda 5 kosinus 2x çıx 12 sinus 2x'dən söhbət gedir.
Bax, sırf söhbət gedir, bunun qiymətləri o qlastır. Yazdığım indi aralıqda olacaqdır. Yəni, mənfi 12,5, müsbət 12,5. Bəs bunun üzərinə 12,5 də gəlməliyəm axı. Üzərinə 12,5 gələndə, bunda olur 0,25 parçası. Gətirəm, onda kökə salacağım. Kökdə 0,25 parçasını araşdıracağım. Bu da eləyir 0,5 parçası. Bizə də deyir, bu aralığa daxil olan tam ədədlərin sayını deyir. 0-dan 5-ə qədər tam ədədlərin sayı 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Cavabımız 6-dır. A variantı. Çalışma 7. İki müxtəlif silindrin yan sətlərindən açılışı tərəfləri 12 və 16 olan düzbucaqlardır. Kiçik silindrin həcmi, böyük silindrin həcminin neçə faizini təşkil edir? Elə bil ki, belə bir düzbucaqlı formasındadır açılışı. Bura 12, bura 16'dır. Biri de 16-12'dir. Burada 16 H rol oynuyor, burada 12 H rol oynuyor. Burada 12, 2 pi r 1 yazaq bunlara rol oynuyor. Burada 2 pi r 2 yazıram. 2 pi r 2 rol oynuyor. Bizə nə deyir? Kiçik silindrin həcminin, böyük silindrin həcminin neçə faiz təşkil etdiyini araşdırın. Birinci, bilmədən baxın, hansı böyükdə, hansı kiçikdə heç müqayisə etməyin. Bölün. Əgər birdən böyük ədəd tapdınızsa, onu tərsinə çevirin. Çünki kiçiyin böyüyünə neçə faizini təşkil etdiyini soruşur. Vurun 100-ə. Yox, elə normal adi kəsir tapdınızsa, düzgün kəsir tapdınızsa, onda vurun 100-ə neçə faiz olduğunu müəyyən edin. Demək, bilirikdəki silindrin həcmi pi r kvadratı h-dır. Buna deyirəm V1, buna deyirəm V2. V1-in V2-yə nisbətini araşdırıram. Pi r1 kvadratı h bölünsün. Pi r2 kvadratı h2. Pilərin adı getsin. Burada r1 6 böl pidir. Burada r2 8 böl pidir. Gətir burada yerinə yazıram. R1-in yerinə 36 böl pi kvadratı vur. H1-in yerinə 16 yazıram. Digərlə R2-in yerinə 64 bölünsün. Pi kvadratı vur 12. Baxın nələr ixtisar gedir. Pi kvadratları ixtisar gedir. Sonra 16 ilə 64 gedir. Burada bir 4 qalır. 4 ilə buradakı 36 gedir. Burada bir 9 qalır. 12 ilə də 9-u 3'e ixtisar aparsam 4'də 3 qalır. Deməli, kiçiyi V1-dir. 4'də 3'ü də faizə çevirmək üçün vururam 100'ə. Bu da bərabərdir. 75 faizidir. Cevabımız B variantı. Çalışma 8. Verilmiş ifadənin qiymətini hesablayın. Gəlin onu bu cür yazaq. 300 loqaritma 15 əsasdan 45 vurulsun. 500 loqaritma 15 əsasdan bu 0,2 5'te 1 değil mi? 5'te 1'i yaza bilərəm də. 45 bölünsün 225. Baxın, birincinə uyğun olaraq o cür yazıram ki, o əsaslarını vura bilib. Bu bərabərdir. 3 üstü loqaritma 15 əsasdan 45'e saxlayıram. Vur 5 üstü loqaritma 15 əsasdan 45 çıxılsın. Loqaritma 15 əsasdan 225. Bu bərabərdir. Yenə 3 üstü loqaritma 15 əsasdan 45'i saxlayıram. Qüvvətində çox bölmə deməkdir deyə. 5 üstü loqaritma 15 əsasdan 45 bölünsün. 5 üstü loqaritma 15 əsasdan 225. İndi surəti vursam bir-birinə 15 üstü loqaritma 15 əsasdan 45 bölünsün. 5 üstü 15 əsasdan 225 o 2 deməkdir. Yəni məxrəc 2'dir. 5'in kvadratıdır daha doğrusu. O da 25. Yəni bu ədəd 2'dir axı. Burada da bir 5'in var, 5'in kvadratı. 15'i sola gəlsin 15'dən 45. Bu elə 45 eləyir. 45 ilə də 25'i 5'i ixtisar aparsam 9 böl 5. Cevabımız 1,8'dir. C variantı. Çalışma 9. Verilmiş limiti hesaplayın. Limit tangens kvadratı 3x çıx kosinus 2x plus 1 bölü x kvadrat limitini necə hesaplayaq? Limit x yaxınlaşır 0'a, sinus ax bölünsün bx limiti də a bölünsün b'dir. Limit x yaxınlaşır 0'a, tangens ax bölünsün bx limiti də a bölünsün
b-yə bərabərdir. Görkəmli limitlərdir. Birinci görkəmli limit. Tangens kvadratı 3x-i saxlayıram. Onunla işim yoxdur. Limit x yaxınlaşır 0-a. Demək, tangens kvadratı 3x bölü x kvadratı. Çıx, kosinus 2x-in sinusla bağlı düsturunu yazıram. 1 çıx, 2 sinus kvadratı x-i qarşıda çıxməməli nəzərə alıram. Plus 2 sinus kvadratı x plus 1 birlər gedir. Limit x yaxınlaşır 0-a. Tangens kvadratı 3x bölü x kvadratı. Üzərinə gəl, limit x yaxınlaşır 0-a. 2 sinus kvadratı bölünsün x kvadratı. Birinci eləyir. Tangens kvadratı 3x-dir deyə 3-ün kvadratı plus ikinci eləyir. 2 vur 1-in kvadratı. Bu da 9 üzərinə gəl ki, cavabımız 11-dir. D variantı. Baxın, necə ki tangens 3x-in x-ə nisbəti 3-dür, tangens kvadratı 3x-in x kvadratına nisbəti 3-ün kvadratıdır. Burada da argument x-in 1-dir deyə limiti 1 eləyəcəkdir. Cavabımız 11-dir. Çalışma 10-da. Verilmiş tənlin həqiqi köklərinin sayının qrafik üsulla müəyyən edilməsi deyir, hansında düzgün təmin olunmuşdur. Bunun üçün y bərabər 6x, 6 üstü x ilə 6 çıx x üstü 6-nın qrafiklərinin kəsişməsinə baxmalıyıq. 6 üstü x-in qrafiki belə bir birdən keçən qrafikdir. Çünki əsas birdən böyükdürsə funksiyanın qrafiki bu formadadır. Y bərabərdə 6 çıx x üstü 6-nın qrafiki x-in 0-ı y-in mənfi altısından bunlar aşağı doğru olan belə bir qrafikdir. Bu ikisinin kəsişməsi birlikdə Y variantı. Çalışma 11. Düzgün altıbucaqlı prizmanın üzlərindən təsadüfən seçilmiş ikisinin paralel üzlər olması hadisəsinin ehtimalını tapın. Tutaq ki, bu olsun bizim düzgün altıbucaqlı prizmamız. Yəni onu formalaşdıraq. Birində buradan götürək və gətirək. Onları birləşdirək. Olsun bizim altıbucaqlımız. Birinci sayaq görək. Neçə üzü var? Bilirik ki, n bucaqlı prizmanın n dənə yanlarda bir yuxarı bir aşağı olmaqla n plus 2 üzü var. Yəni 8 üzü var. Düzdür? Və o üzlərdən neçəsi paraleldir? Cüt-cüt. Baxın 2, ikisi bu, ikisi bu, ikisi bu, bir də yuxarı aşağı. Yəni 4 cütü. 4 cütü paraleldir. 8 üzlərindən ikisini seçməliyəm. Əlverişli halları böləcəm. Mümkün hallara. Mümkün hal nədir? Kombinizon 8-dən 2. Bəs əlverişli hal nədir? Bu 4 cütdən birini seçmək. Kombinizon 4-dən 1. Kombinizon 4-dən 1 4-dür. 8-dən 2. 8 vur 7 böl 2-dir. Cavabımız 28-də 4, yəni 7-də 1-dir. A variantı. Çalışma 12. Ədədi sistemlərə gətirən 3 ədədin cəmi 18-dir. Yəni A1, A2, A3 bərabərdir 18. Bunların hasili A1, A2, A3 120-dirsə, hissə fərqinin modulunu tapın. Yəni 3 A2 18-dirsə, biz A2-ni araşdıra bilərik. A2-miz 6-dır. A2-in yerinə 6 yazsam, A1-in yerinə A2 çıxdı, A3-in yerinə A2 üstə gəldi yazıram. Elə edirik ki, orada bir dəyişənimiz qalsın. A2-ni araşdırmışıq. 6 çıxdı, 6 plusdur, bərabərdir 120. Sağ solda 6-ya ixtisar apararam. Bu olacaq 20. 36 çıx B kvadratı bərabərdir 20-dirsə, B kvadratı bərabərdir 16, modul D bərabərdir 4. Bizdən də hissə fərqinin modulu soruşulur, cavabımız 4-dür. D variantı. Çalışma 13. Verilmiş bu, belə bir tənlikdən ini necə araşdıraq? Baxın, gəlin bunların birinci sənədlərinə baxsaq, hamısı eynidir deyə. Gəlin bunların hamısını eyni integralda yazaq. İntegral y'dən y kubuna 1 bölü x, 2 bölü x, 3 bölü x, nöqtə, n bölü x, bir də dx, düzdür mü? Bərabərdir 42. Nə edək?
Sürətə diqqət yetirsə, sürət ədədi sesli olacaq. Məxrəcləri bərabər olan kəsirlər kimi eyni kəsirdə yazsaq, 1 üstə gəl 2, üzərinə gəl 3, n bölünsün x, dx. Buradakı surət bir sabitdir. Onu integral işarəsi xaricinə çıxara bilərik. Və birdən n-ə qədər olan ədədlərin cəmi 1 üstə gəl n bölü 2 vurulsun, n-dir. Y-dən y kubuna, ln. Birinci 1 bölü x yazaq, sonra onun integralını araşdıraq. 1 bölü x dx bərabərdir 42-yə. 1 bölü x-in ibtidai funksiyası bilirik ki, ln x-dir. 1 üstə gəl n bölü 2 vur n, ln x y-dən y kubuna bərabərdir 42. Bunu saxlayacağım. Baxın, dairə aldığım ki var. Onu saxlayırıq. Ondan işimiz yoxdur. 1 üstə gəl n böl 2 vur n, ln y kubu çıx ln y bərabərdir 42-dirsə. Ln y kubu 3-dür. Ln y 1-dir. Çıxdım 2-dir. O 2 ilə bu 2-də ixtisar gedirmi? 1 üstə gəl n böl 2 vur n vur 2 42-dirsə 2-lər ixtisar gedir. N kvadrat üstə gəl n çıx 42 bərabər 0. Vuruqlara ayırsaq n üstə gəl 7. N çıxılsın 6 bərabər 0-dırsa, ya n-imiz mənfi 7-dir ki, mənfi ola bilməz, burada müsbətdir. Bunu götürmürəm. Cavabımız 6-dır. Yəni, Y variantı. Çalışma 14. İlk 300 natural ədədin hər birinin 5-ə bölünməsindən alınan bütün qalıqların cəmini tapın. 5-ə bölündükdə qalıqda 1, 2, 3, 4 və 0 qalır bilirik ki, düzdür. Alınan qalıqların cəmi, baxın, 5-ə bölünənə qədər alınan qalıqların cəmi 1-dir, 2-dir, 3-dür, 4-dür, yəni 10-dur. Bəs 300-ün içində neçə dənə 5-ə bölünən ədəd varsa, o qədər də 10-umuz var. 300-ü bölürəm 5-ə, 60, 60-ı da vururuq 10-a, cavabımız 600. C variantı. Çalışma 15. Diaqramda 11A, 11B, 11C siniflərindən olan oğlan və qız şagirdlərinin sayı verilmişdir. Təsadüfi olaraq bir oğlan və bir qız seçilərək məktəbin internet saytı üçün bu 6 şagirdin bir sırada dayanmaqla şəkil çəkilməlidir. Mümkün halların neçəsində eyni sinifin şagirdləri yan-yana olar. Baxın, gəlin baxaq birinci. 11A-da 30 qız, 5 oğlan var. 11B-də demək 10 qız, 20 oğlan var və 11C-də 5 qız və 25 oğlan vardır. Mümkün halların neçəsində eyni sinifin şagirdləri yan-yana olar. Birinci A sinfindən bir qızın bir oğlanın seçilmə ehtimalı kombinezon 30-dan 1 vurulsun, kombinezon 5-dən 1-dir. 11B-dən 10-dan 1 vurulsun, kombinezon 20-dən 1-dir. 11C-dən kombinezon 25-dən 1 vurulsun, kombinezon 5-dən 1-dir. Və bizə belə bir şərt qoyur ki, bunlardan 6-sı seçilsin, biz seçdik, eyni sinif şagirdləri yan-yana dursun. Eyni sinif şagirdləri, bunlar da öz aralarında yer dəyişə bilər. Birinci A sinifin şagirdləri 2 faktorial üsulla, 11B sinif şagirdləri 2 faktorial, 11C sinif şagirdləri 2 faktorial. Amma bu 11A, 11B, 11C onlar da öz aralarında 3 faktorial üsulla yer dəyişə bilər. 30-dan 1 30'dur, 5'den 1 5'dir, 10'dan 1 10, 20'den 1 20, 25 vur 5 vur, 2 vur 2 vur 2'ni, 2'nin kubu vur 6 kimi yazıram. Gəlin indi bunları onluqlar və 3'lər kimi yığaq. 30'u yazıram, 3 vur 10 vur 5, 10 vurulsun, burada bir 20'm var, onu 2 vur 10 yazıram, 25'i 5'in kvadratı vur 5 vur, 2'nin kubu altında 2 vur 3 kimi yazıram. Baxaq ikilərimiz nə qədərdir? Demək, 1 2 burada, bir buradadır, 2 üstü 5 vurulsun, 3'ün kvadratı vur, 5'in ikisi burada, ikisi de burada, 5 üstü 4 vur, 10'un kubu, bu bərabərdir. İndi bu 5 üstü 4'ün, 4'ünü vuran 2 üstü
4'ə. Çünki 2 üstü 4 vur, 2 kimi ayırsam, vur 3'ün kvadratı 9, 5 üstü 4 vurulsun, 10'un kubu. 2 üstü 4'ü 5 üstü 4'ə vurduqda 10 üstü 4, 10'un kubuna vurduqda 10 üstü 7, vur 18. Cevabımız C variantı. Çalışma 16. O1, O2 düzgün 7 bucaqlı kəsik piramidanın oturacağının mərkəzləridir. O1, O2 6'dır, yəni hündürlük 6'dır. Ştrixlənmiş hissələrin sahəsi 4 və 32 olarsa piramidanın həcmini tapın. Baxın, düzgün 7 bucaqlıdırsa fikir verin yuxarıdakı 7 bucaqlıda. Mən bu cür, tutaq ki bu A olsun, A2 olsun daha doğrusu, bu da B2 olsun, bu da C2 olsun. Bu cür bölsəm o 4 bucaqlını 2 yerə, bilirik ki düzgün çox bucaqların mərkəzi ilə birləşdirdikdə təpə nöqtələrdir. Onun tərəflərinin sayı qədər eyni sahada 3 bucaqlar ayırır. Əgər ki bu 4 bucaqlının sahası 4-dürsə, onda hər birinə 2-2 düşürmür. Çünki orada 2 dənə 3 bucaqlı vardı. Hətta S, A2, C2O, S, C2, B2O bərabərdir 2-yə. Onda S kiçik 7 bucaqlı deyirəm, yuxarının sahası bərabərdir. 2 vurulsun 7 bucaqlıdırsa 14. O aşağıda olan mərkəzi birləşdirirəm təpə bucaqları ilə. Burada da 1-dir, 2-dir, 3-dür, 4 dənə 3 bucağım vardı. Və sahası 32-dirsə, S böyüyün sahası bərabərdir. 32-ni bölürəm 4-ə, vururam 7-yə. Demək, böyüyün də sahası bərabərdir, 56-dır. İndi gəldik həcmə və bərabərdir 3'də 1 H vurulsun S kiçik plus S kiçik vurulsun S böyük, yəni yuxarı ilə aşağının sahası plus S böyük. Bu bərabərdir 3'də 1 vur 6 vur, 14 üzərinə gəl kökdə, 14 vur 56, bir də üzərinə gəl 56. 3 ilə 6'nı ixtisar apardım 2, 14 ilə 56 70 üzərinə gəl, 14'ü 7 vur 2. 56'ını 7 vur 8 yazsam 2 7'den 1 7 çıxır. 2 dəfə 8'in 16, ondan da 4 çıxır. Bu da bərabər 2 vur 98. Cevabımız 196'dır. B variantı. Çalışma 17. Verilmiş bir ədənin qüvvətinin ən kiçik qiymətini tapın. Birinci burada nəzərə alaq ki 3'in çıxılsın 36 0 deyilsə məxrəc 0 ola bilməz. Yəni M 12 ola bilməz. Və 8 böl n çıx 4 bu ədəd natural ədəd olmalıdır. Və n çıx 4 8'in bölənləri 1'dir, 2'dir, 4'dür, 8 olsa naturala çevrilər. Əgər n çıx 4 1'dirsə n 5 ola bilər. N çıx 4 2'dirsə n 6 ola bilər. N çıx 4 4'dürsə n 8 ola bilər. Və n çıx 4 8'dirsə n 12 ola bilər. Ki n 12'ni ala bilməz və bu bir ədli. O zaman qüvvət ən kiçik olar ki, buradakı n böyük olsun. N'in yerinə 8 yazsam, x üstü 8 böl 8 çıx 4 vur y kubu. Yəni x üstü 2 vur y'in kubu. Qüvvəti olacaq 2 ilə 3'ün cəmi ən kiçik 5'dir. A variantı. Çalışma 18. Verilmiş vektorun uzunluğunun ən kiçik qiymətini necə tapaq? Vektorun uzunluğu necə tapılır? Kökdə tangens kvadratı plus kotangens kvadratı və tangens kvadratı plus kotangens kvadratının qiymətlər çoxluğunu tapıram. Gedirik koşuya. Koşuda necə əldə? Bu böyükdür, bərabərdir. 2 kökdə tangens kvadratı vur kotangens kvadratı. Yəni 2. Verilmiş cəmin qiymətlər olması 2'dən müsbət sonsuzluğadır. Gətir burada kökdə yerinə yazsam, kökdə 2'dən müsbət sonsuzluğa və ən kiçik qiymət D variantı. Koşu necə elə? Əgər A və B mənfi olmayan ədədlərdirsə, böyük bərabər 2 kökdə AB-dən. Əgər A və B mənfi ədədlərdirsə, mənfi və sıfırdırlarsa, kiçikdir, bərabərdir, mənfi 2 kökdə AB-dən. Yəni müsbət olmayan ədədlərsə də bu cürdür. Bizdə də tangens kvadratı, kotangens kvadratı müsbətdir deyə, onda bunu götürürük. Cevabımız qapalı mötərizə.
kökdəki müsbət sonsuzluq, oradakı ən kiçiyi D variantı. Çalışma 19. Mərkəzi 3-cü rübdə və radiusu 4-ə bərabər olan koordinat oxlarına, çevrə koordinat oxlarına toxunur. Yəni, təqribən bu cürdür. Belə bir çevrəmiz var da. Gəl bunu burada çəkək ki, biraz səliqəli görünsün, bolsun bizim koordinat oxumuz. Və mərkəzi koordinatlarını müəyyən edək. 3-cü rübdədir, hər iki oxa toxunur bu cür. Əgər ki, radiusu veribsə bizə 4-dür, bunda çevrənin mərkəzi -4, -4-dür. Yaxşı, əgər bu -4, -4 nöqtəsidirsə, bizə deyir ki, 5 vahid sola sürüşdür. Sola sürüşdürəcəksə, onda gələcək -9-a. Düzdür? -9. 8 vahid yuxarı. 8 vahid yuxarı sürüşəcəksə, bu y-in üzərinə 8 əlavə eləyəcək. -4 üzərinə gəl 8, yəni 4-ə. Sonra da y bərabər 3-ə nəzərən simmetrik çevirəcək. Y bərabərdir. A düz xəttinə nəzərən simmetriyada y. X qalır. Y-in, bax bu A-yı 2-yə vururuq, Y-i çıxırıq. Buna Y0 deyirəm ki, o Y-lə qarışmasın. Burada bir Y0 olsun. Yəni, Y bərabər 3 düz xəttinə nəzərən simmetriyada -9, 3-ü 2-yə vurub, 4-ü çıxıram, 2. -9 2 nöqtəsinə çevrilir. Onda olur x plus 9-un kvadratı üzərinə gəl. Y çıx 2-nin kvadratı bərabərdir. Radiusumuz 4-düdür. 4-ün kvadratı. Yəni, Y variantı. Çalışma 20. ABCD'yi F düzgün altıbucaqlısının təpələrindən onu kəsməyən müstəviyə indirilmiş perpendikularlar bu müstəvinə uyğun olaraq A1, B1, C1, D1, Y1, F1 nöqtələrində kəsir və C1, D1, A1, FF1 bizə verib burada FF1 3'dür. Bu da 3'dür. C1 D1 bərabərdir. Bunlar da 4,7, 4,7-dir. Bizə lazım olan C1-i araşdırmaqdır. Necə edirik? Baxın, mən bunu müstəvi kəsiyi ilə bu cür getsəm, gəlib bax burada kəssəm, bu oxu belə bir burada 3 bucaq alacağım, düzdür? Buna yazıram, bu x-dir. A-dan C1-ə bir perpendikular yendirdikdə ki, bura K-dır. Tutaq ki, həmin bu AK bu K1 nöqtəsində yarıya bölünəcək. Çünki həmin o düzgünün, bax bu necə yarıya bölürsə, çünki düzgün də axı tam bu A1 AC'də. AC burada kiçik diagonal rol oynayır. Tam orta nöqtəsini götürürəm. Onda biz belə bir lemma vardı ki, kəsişən düz xəttin və yaxud da ki, bu cür belə bir düz xəttin tərəflərini kəsən paralel düz xətlər onun bir tərəfində mütənasib parçalar ayırırsa, digər tərəfində də mütənasib parçalar ayırır. Əgər bu yarıya bölübsə, mən də bu tərəfdən belə bir xət çəkdikdə bunu bir də yenidən çəkəcəm. Qaralandı üstü. Baxın, bunu biraz əyri olur. Baxın, bu düz xəttin birində çəkirəm. Tam bura. Baxın, buradan yarı böləcəm. Tam orta nöqtəsindən. Əgər bura x-dirsə, orta nöqtədir deyə bu olacaqdır. Baxın, bura x-dirsə, bu da x-dir. Buranı verib bizə 3'dür. Onda belə çıxır ki, perpendikular endirsəm aşağı, burada 3'dür. Yaxşı. Bəs yuxarıda bu hissiyə, baxın, bura 4,7 idi axı yuxarıdan, ta ki aşağıya qədər 4,7 idi. Bura 1,7 qaldı mı? Çünki 4,7-dən çıxıram 3'ünü, bərabərdir 1,7. Bəs bura 1,7 də orta xətdirsə, bu CK onun 2 misli oldu mu? 3,4. Burada 3,4'dür.
eyni qaydada burada 3'dür. Çünki mən buna perpendikulyar çəkmişəm bura. Onda C1'in uzunluğu olur 3 onda 4 plus 3 bərabərdir 6 tam onda 4. Y variantı. Çalışma 21. Ratio 1 olan kongruent çevrələr şəkildəki kimi toxunurlar. Bu çevrələrin mərkəzlərini ardıcıl birləşdirməklə alınan altıbucaqlının sahəsini tapın. Radius 1'dirsə, onda həmin bu məsafə bura 2'dir, bura 2'dir, bura 2'dir, 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 düzdür. Burada alındı, burada 2'dir, burada 2'dir. Demək, burada 2 dənə bərabər tərəfdir, bir dənə kvadrat figura alındı. Deməli, S həmin o altıbucaqlı bərabərdir. 2 dənə S üçbucaq plus S kvadrat. 2 vur A kvadratı kökdə 3 böl 4. Bir də üzərinə gəl kvadratın sahəsi. Üçbucağın tərəfi 2'dir deyə A'nın yerinə 2 yazsam 2 vur 4 kökdə 3 böl 4. Bir də üzərinə gəl 4 4'lər gedir. 2'ni çıxarsam ötərsə xaricdən kökdə 3 üzərinə gəl ki cavabımız A variantı. Çalışma 22. Cəmi 150 olan alfa beta bucaqları üçün, yəni alfa plus beta bərabərdir 150. A'nın dərəcə ölçüsünü 2 dəfə artırıb, əgər betanı dərəcə ölçüsünü 60% azaltdıqda, 60% azaltdıqda nə qədər olur? 0.4 beta. Tərəfləri paralel olan bucaqlar olmalı. Onda tərəfləri paralel idisə, ya bunlar bərabərdir, ya da cəmləri 180'dir. Onda 2 ala baxacaq. Ya bu cəm 180'dir, ya alfa beta cəmi 150'dir. 2 alfa bərabərdir 0.4 beta. Bu birinci al üçün baxaq. Birinci al üçün olacaq. Demək, birincini 2'yə vursam, mənfi 2'yə vursam hətta. Mənfi 2 alfa çıx, 2 beta bərabərdir. Mənfi 300 dərəcə. Tərəf-tərəfə topladıqda mənfi 1,4 beta bərabərdir. Mənfi 1,6. Mənfi 1,6 beta bərabərdir. Mənfi 120. Beta da bərabərdir. 120'ni bölürəm 1,6'ya. Yəni 10'da 16'ya bölmək. 16'da 10'a vurmaq deməkdir. 8'ə 2, 8'ə 15. Bu etdi 75. 150'ni bölürəm 2'yə 75 dərəcə. Burada isə alfa 0.2 betadır. Getirib alfanın yerinə 0.2 beta yazsam. 1.2 beta 150 dərəcədirsə beta bərabərdir. 150'ni bölürəm 1,2'yə. Vergülü atsam, onda bura bir 0 atacağım. Bu da bərabərdir. 6'ya böldükdə 250. Bu da 125 dərəcə. Əgər beta 125'dirsə, alfa da bərabərdir. 5'də 1'i 125'ə vurduqda 25 dərəcə. Mənə alfa lazımdır. Alfanın ala biləcəyi qiymətlərdən biri 75 dərəcədir. Digəri 25 dərəcədir. Cəm soruşulur. Cavabımız 100 dərəcə. A variantı. Çalışma 23. Belə bir trapesiyadır. Olsun bizim trapesiyamız. Deyir, hündürlüyü 1'dir və diagonalının böyük oturacağı üzərində olsun. Diagonalının böyük oturacağı üzərindəki proyeksiyası deyəndə həmin bu KD-dir. Proyeksiyası deyir kökdə 3'dür. Hündürlüyü 1'dir. Onda belə bir üçbucağa Pifagoru tətbiq etsəm, diagonal olurmu? 1 plus 3 bərabərdir 2. Bizdən də soruşur, həmin bu bərabəryanlı trapesiyanın oturacaqlarının, tərəflərinin orta nöqtəsini birləşdirdikdə alınmış bu dörtbucaqlının perimetrini tapın. Həmin bu dörtbucaqlının, bu olsun A1, B1, C1, D1. Perimetr A1, B1, C1, D1 bərabərdir. Böyük dörtbucaqlının diagonallarının cəmi, yəni AC ilə BD-nin cəmi. AC, BD cəmi bir-birinə bərabərdir. Bu da bərabərdir 2'dir. Yəni 2 üstə gəl 2. Cavabımız 4'dür. Yadda saxlayaq. İstənilən bir dörtbucaqlının tərəflərinin orta nöqtəsini birləşdirdikdə alınmış dörtbucaqlının perimetri böyüyün diagonalları cəminə bərabərdir. Çalışma 24.
Verilmiş bu funksiyanın törəməsinin qrafikinə əsasən Rx bərabər 3'də 1x vur fx funksiyasının qrafikinə apsisi 2 olan nöqtədə çəkilmiş toxunanın bucaq əmsalını tapın. Gəlin, birinci bu düz xəttin tənliyini müəyyən edək. Buradakı b-imiz 12'dir. K-imiz mənfi y-in x-ə nisbəti mənfi 12 bölü mənfi 2 yəni 6'dır. 6x üzərinə gəl 12'dir. Amma bu f'(x)'dir. Mənə lazımdır fx. Fx-i tapmaq üçün də integral 6x üzərinə gəl 12 dx-i araşdırıram. Yəni bundan integral alacağım. Bu da eləyir 3x kvadratı plus 12x plus c. Yəni fx-imiz 3x kvadrat plus 12x çıx 15'dir. Bizə də deyir rx 3'də 1 x vurulsun. 3x kvadratı üzərinə gəl 12x çıx 15'dir. Mötərizəni də açsam x kubu üzərinə gəl 4x çıx 5x. İndi deyir ki, x bərabərdir 2 nöqtəsində toxunan bucaq əmsalını tapın. Yəni f'(2'ni tapın. Düz xəttin bucaq əmsalı k bərabərdir. Demək 8 x-in yerinə bunun birinci törəməsini tapaq. Törəməsi nə verəcək? 3x kvadratı üzərinə gəl 8x çıx 5. Harada x var yerinə 2 yazsam? O da eləyir 12 üzərinə gəl 16 çıx 5. 28'dən də 5'ni cavabımız 23'dür. Çalışma 25. Verilmiş ifadədə x araşdırıb yerinə yazılı ifadəni tapmalıyıq. Ki bilirik ki x ədədi burada müsbət deyil. Çünki burada bir mənfi x-imiz var. Bu baxımdan kökdə mənfi x bərabər 6 çıx. Modul x-dən x mənfi ədəddirsə də mənfisi çıxacaqdır. Qarşıda da çıxma əməli var. 6 üzərinə gəl x. Hər iki tərəfi kvadrata yüksəltsəm mənfi x bərabərdir 36 üzərinə gəl 12x. Üzərinə gəl x kvadratı. X kvadratı üzərinə gəl 12x. Bir də plus 36'da ayrılan vuruqlarına. X üzərinə gəl 9. X üzərinə gəl 4 bərabər 0'dırsa x-imiz ya mənfi 9'dur ya da mənfi 4'dür. X mənfi 9 ola bilməz. Nəyə görə? Fikir verin. X əgər mənfi 9 olsa kök mənfi ədədə bərabər olar. Cüt dərəcəli kök mənfiyə bərabər deyil. Yəni x mənfi 9 deyil. Amma mənfi 4 ola bilər çünki onda kök müsbət ədədə bərabər olur. Onda olur. X-in yerinə mənfi 4 yazsam mənfi 12 üstə gəl 1 çıx 4. Yəni 11 çıx 4 cavabımız 7'dir. Çalışma 26. Çənin 30% A kranı ilə 6 saata dolur. 10% isə B kranı ilə 3 saata boşalır. Hər iki kran açıq olarsa 20% dolu olan çən neçə saata tam dolar? Gəl birinci tapaq. A kranı çəni neçə saata doldurur? Əgər 30%-ni 6 saata doldurursa, araşdıraq 100%-ni neçə saata doldurar? Yəni 100'ü vururam 6'ya bölürəm 30'a, bu 20 saata. Bəs B kranı 10%-ni 3 saata boşaldırsa 100%-ni Y olsun. Y 3'ü 100'ə vurub ona bölsəm 30 saata boşaldar. Hər iki kran açıq olarsa 20% dolu olan çən neçə saata tam dolar? Birinci baxaq görək hamısını birlikdə neçə saata doldurar? 20'də 1 üzərinə çıxılsın çünki biri doldurur, biri boşaldırsa çıxılsın 30'da 1 bərabərdir. 1 bölünsün z. Z olsun ikisinin birlikdə doldurduğu zaman müddəti. Olsun z. Bunda 60'da bunu vuracağım 3'ə, bunu da 2'ə düzdür. 60'da 3'dən ikisini çıxsam 1 böl z desə z'imiz olacaq 60. Z 60'dırsa deyir 20% dolubdur. 60 saata dolubdur. Demək 80% neçə saata doldurduğunu soruşur. 60'ı vururam 80'ə bölürəm 100'ə. Cavabımız 48 saata. 20%'ni doldurubsa geri 80% hələ qalır. 80%'ni da 48 saata doldurar.
Çalışma 27. Uyğunluğu müəyyən edin. Kəsr üstü qüvvətin, fikir verin, əsası qüvvət mənfidirsə, əsası onda yalnız və yalnız böyükdür 0-dan. Mənfi x böyükdür mənfi 5-dən, x də kiçikdir 5-dən. 1-ə b uyğundur. İkinci, istənilən ədəd ola bilər. Tək dərəcədən kökün daxili istənilən ədəddir. Üçüncüdə, məxrəcdə olduğundan cüt dərəcəli kök x çıx 5 böyükdür 0-dan. X də böyükdür 5-dən. 2-ə, y 3-ə d aiddir. Demək, bu cür oldu. 1, b də 2, y də 3, d variantı. Çalışma 28. A nöqtəsindən O mərkəzli çevrəyə AB və AC toxulanları, AO parçası üzərində F nöqtəsindən isə FD və FY toxulanları çəkilib. BDC, baxın bu görsün dərəcə ölçüsü 120-dirsə, onda bucaq A bərabərdir. 180-dən çıxıram 120-sini, bu da 60 dərəcə. 60-sə o da bölünür 30, 30. Bizə verib AF və FO'ya nisbəti 1-in 3-ədir. AF 1 hissədir, FO 3 hissədirsə, onda, baxın, bu 30 dərəcədirsə, belə edək, burada bir şəkli böyüdək ki, üstündə işləyə bilək. Tamam, demək, bura 1 hissədir, bura x-dir, bu qədər 3x-dir, onda bunun hamısı 4x-dir. Dedik, bucaqlar da 30-30-dur. Əgər toxuma nöqtəsinə çəkilən radius toxumana da perpendikularsa, bu da 60 dərəcədir. Onda 3 bucaq AB, o da BO bərabərdir. 30 dərəcəli bucağın qarşısı ümumi 4x-in yarısı. Yəni, bura 2x-dir. Bəs, bu qədər də fikir verin, bura bir K yazsam. AK ilə OB, OK ilə, OK ilə OB eyni zamanda AK'da zaten bərabər deyilmi? 2x-ə. Onda belə çıxır ki, K-nin payına qalır 1x. Düzdür, bura 1x-dir, bura 2x-dir. Nə edək? Gətirək D ilə onu birləşdirək. D o da sizcə 2x deyil. Onda 3 bucaq O, D, F, D. Belə bir qaydanı tətbiq edirəm. Buradan işləyəcək. Yəni, birinci toxunanın kvadratı, bunu axıra qədər aparıram, birləşdirirəm. Tutaq ki, bura deyirəm M nöqtəsi. D, F-in kvadratı bərabər deyilmi? F kavr olsun, FM. D, F-in kvadratı bərabərdir. FK x-dir, FM 3x burada, burada 2x-dirsə, bunun hamısı buradan bura kimi 5x-dir. Vurulsun 5x. Onda DF bərabərdir. Kökdə 5x. Burada kökdə 5x-dir. İndi o da F-də bu bucağa alfa deyirəm. Bucağın kosinusla teoremi ilə gedib alfasını araşdıracağım. DF-in kvadratı plus OF-in kvadratı çıx D-onun kvadratı bölünsün. 2 vurulsun. DF vurulsun. DF geri qaydaq. FO. Bu bərabərdir. Kökdə 5x-in kvadratı ilə 5x kvadratı. OF burada 3x-i kvadrat eləyir. 9x kvadrat çıx. DO 4x kvadratı bölünsün. 2 vurulsun. DF. Bir dənə tapaq. DF-imiz kökdə 5x-dir. FO 3x-dir. Bu da bərabərdir. Sürət eləyir. 10x kvadratı məxrəc eləyir. 6 kökdə 5x kvadrat. X kvadratları gedir. 2-yə də ixtisar aparsam 5 bölünsün 3 kökdə 5. Yəni kökdə 5 bölünsün 3. Bu kosinusudur. Bəs sinusu nə idi? Məndən sinusu soruşulur. Sinus alfa bərabər deyilmi? Kökdə 1 çıx kosinus kvadratı. Yəni kökdə 1 çıxılsın. 9-da 5. Bu da eləyir kökdə 9-da 4. Yəni 2 bölünsün 3. Cavabımız 3-də 2-dir. Düzdür, abituriyent jurnalında bunun fərqli bir versiyası verilibdir həlli. Zaten oradan baxa bilərsiniz. Həllinə də, amma mən fərqli bir versiya dedim sizə. O bir versiya olsun, bu da ikinci versiya.
Çalışma 29. Avtobusun sürəti minik avtomobilinin sürətindən deyir. 18 saatdə 18 km azdır. Minik avtomobili X-dir. Avtomobil olsun, avtobus olsun, X çıxılsın 18-də. 270 km məsafəni minik avtomobilinə nəzərən deyir 45 dəqiqə avtobus gec gedib. Yəni avtobusun getdiyi vaxtdan çıxsa minik avtomobilinin saatını 45 dəqiqə, bu bərabərdir 60-da 45 saat, yəni 4-də 3 saat eləyəcək. Bərabərdir 4-də 3-ə. Bilirik ki, T S bölünsün V-dir. Avtobusun getdiyi zamana yazıram. 270 böl X çıx 18, çıxılsın 270 böl X bərabər 4-də 3. Hətta asan olsun deyə hər birinin sürətini 3-ə də bölürəm. Yəni 90 böl X çıx 18, çıx 90 böl X bərabər 4-də 1. Ortaq məxrəcə gətirsəm, birincini X-ə, ikincini X çıx 18-ə vururam. 90X çıx 90X üzərinə gəl. 90 vur 18, elə belə bir saxlayıram. Bərabərdir 4-də 1-ə. 90X-lər gedir. Çarpaz vursam, X kvadrat çıx 18X bərabər. 90 vur 18-i 4-ə 72. Bir tərəfə keçirirəm. Heç 18-i 72-yə vurmuram. 90 vur 72 kimi saxlayıram. Və vuruqları ayırsam, X çıx 90, X üzərinə gəl. 72 sıfırdırsa, ya X-imiz 90-dır, ya da mənfi 72-dir. Sürət mənfi olmaz. Cavabımız minik avtomobili 90-dır. Bizdən avtobusu soruşur. 90-dan 18-in çıxırıq. Cavabımız 72-dir. Və sonuncu sualımız ABC iki bucaqlı üç bucaqla B-in hündürlüyü üzərində qeyd olmuş M nöqtəsindən ABC təpələrinə qədər məsafələrin kvadratlar fərqinin A və C. Deməli, B-in hündürlüyünün də üzərində qeyd olmuş M nöqtəsindən A və C təpələrinə qədər olan yəni bu. AM kvadratı çıx AC M A kvadratı çıx MC kvadratı B və BC tərəflərinin kvadratları fərqinə, yəni AB kvadratı çıx BC kvadratı fərqinə bərabər olduğunu ispat etdir. Bunun üçün gedirik üçbucaq ABN-ə və üçbucaq BMC-yə birinci. ABN-də yaza bilərikmi? Demək, BN-in kvadratı bərabərdir AB kvadratı çıx AN kvadratı. B üçbucaq BNC-də yazarıq. BN kvadratı bərabərdir BC kvadrat çıx NC kvadratı. Nə edək? Sonlar bərabərdirsə bu ikisində sağları bərabərləşdirək. Yəni AB kvadratı çıx AN kvadratı bərabərdir BC kvadrat çıx NC kvadratı. Yəni AB kvadratı çıx BC kvadratı bərabərdir AN kvadrat çıx NC kvadratı. Burada qalsın. Keçək üçbucaq AMN, bir də MNC-də. Birinci AMN-də MN-in kvadratı bərabərdir AMN kvadratı çıx AN-in kvadratı. Üçbucaq MNC-də MN-in kvadratı bərabərdir MC-nin kvadratı çıx NC-nin kvadratı. Yəni sollar bərabərsə sağları bərabərləşdiririk. Yəni AM-in kvadratı çıx AN-in kvadratı bərabərdir MC-nin kvadratı çıx NC-nin kvadratı. Yəni AN-in kvadratı çıx MC-nin kvadratı bərabərdir AN-in kvadratı çıx NC-nin kvadratı. İndi diqqət yetirin. Sizcə buradakı AN kvadrat çıx NC kvadratı ilə bu deyilmi? Yəni artıq bu bərabərliklərin, baxın, bu sarı rənglədiyim iki ifadənin sağ tərəfləri bərabərdirsə, solları da bərabərdir. Yəni AB kvadratı çıx BC kvadratı bərabərdir AM kvadratı çıx MC-nin kvadratı. Bizə də lazımdır elə bunu ispat etmək. Bu da bizim isbatımız. Bununla da biz sizinlə Abituriyent 2026 birinci ixtisas qrupu üçün
model tipli testlərin izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.